ailələrdə qadınlar işləməlidir yoxsa yox? Qadın işləməlidir, niyə işləməsin ki? Əgər ailəsinə dəstək olursa, kömək olursa, niyə işləməsin ki? Nədən işləməsin? Mən qadınların təhsilinin, ali təhsilli olmaqlarının, təhsilli olmasınlar, bir peşənin, bir sənətin sahibi olsunlar. Qadın mən ümumiyyətlə həmişə arzulamışam ki, qadınlar ər çörəyi yesin, əllərinin çörəyini yox, ər çörəyi yesinlər, əl çörəyi yox. Mən qadınlara onu arzulayıram. Qadınlar həmişə, qadınlara dəyər verilsin, qadınlara hörmət edilsin. Amma, qadının işləməyi, ailəsinə dəstəkdirsə, niyə də işləməsin? Amma bəzən görürsüz də biraz radikal düşüncəli kişilər var ki, məsəl üçün həyat yoldaşı baxmayaraq ki, çətinliklə ali təhsil alıb və yaxud da ki, nə bilim, bunun savadı var, amma ona rəğmən deyir ki, yox, sən evdə oturmalısan, mən işləməliyəm, mən qazanıb gətirməliyəm, sənin də elə işin gücün ancaq övlada baxmaqdan ibarət olmalıdır. Belə insanlar da var da, yəqin ki, etiraf Yox, edirsiniz. mən onları çox görmüşəm. Yəni ətrafımda da var, tanıdığım insanlar da var. Amma mən onun tərəfində deyiləm. Çünki mən fikirləşirəm ki, mən qızıma çox çətinliklə təhsil vermişəm. Çox çətinliklə vermişəm. Yəni burda, bunları keçmişə qayıtmaq istəmirəm. Mənim çox çətinliklərim olubdur. Amma o çətinliklərlə mən övladıma oxudub, təhsil vermişəmsə, bəzən belə deyim də, yol pulunu belə, verməyə imkanım olmayıbdır. Amma, çalışmışam ki, qızım təhsil alsın. Evimdə olan nəyimisə satmışam, qızılımı satmışam, nə bilim, əşyamı satmışam, amma onların təhsilini istəmişəm. Əgər onlar bu çətinliklə təhsil alıblar, bu günləri özlərinin bir kiçik özlərinə bir karyera qurublarsa, onu necə darmadağın eləmək olar? Bir kişi ona dəstək olmalıdır da. Mən belə fikirləşirəm. Yoxsa işləmə, evdə otur. O vaxtı sən onu evdə oturdura bilərsən ki, onun bütün o yaşam xərclərini ödəyə biləsən. Evini, ailəsini, uşağını, məktəbini, hər şeyini təmin eləsən də, o qadıda yenə içində bir qırıqlıq qalacaqdır. Mən oxumağın, işləməyin həmişə tərəfdarı olmuşam. Hətta mən Gənclik Manalıq məzuniyyətində olubdur. Mən onu hərdən deyirəm ki, ehtiyacı olmasa da belə, mən ona deyirəm ki, mütləq sən çıx işinə, işinə çıx. Çünki istəyirəm, o çıxsın, o cəmiyyətdə olsun, o görsün, yaxşını, pisi, bilsin ətrafında insanlar olsun. Boş vaxtını, insanlar istəmirəm bu telefonu vərəqləsinlər, qoy işlərini vərəqləsinlər, qoy işlərində, onda daha çox, özlərinin, ailəsini daha çox tanıyacaqlar. Yoxsa üzdən ıraqlara baxıb onlardan nümunə götürməyəcəklər. Mən də gedim, mən də olum azad qadın, öz kefimdə, öz işimdə olum. Bunu etməyəcəklər.